şəbəkə marketinqinə. Sizcə ümumiyyətlə burada sözsüz ki, o deyir, uğurun formülü. O formülü istəyəcəm sizdən soruşum ki, sizcə bu sahədə uğurlu olmaq üçün məhsul mu keyfiyyətli olmalıdır, komanda mı peşəkar olmalıdır, yoxsa strategiya mı düzgün olmalıdır? Bilirsiniz, hər üçü vacibdir, hər üçü vacibdir. Çünki məhsul keyfiyyətsiz olsa, sən necə bacarırsansa, necə bacarıqlısansa, kiməsə bir dəfə müraciət edəcəksən, sənin o satış bacarığını və təqdimatın güclü olduğu üçün onu təqdim edəcəksən, amma əgər məhsul keyfiyyətsizsizdə sizə görəyə dönüş etməyəcəklər. Bu olacaq bir dəfəlik bir aksiya. Ona görə düzgün olmayan başlanğıc keyfiyyəti mütləq olmalıdır və bəlkə də sizin sualınıza qüvvə olaraq demək istəyirəm ki, misal çox xanımlarımız şirkət seçərək hansı şirkətlərə üstünlük tutmalıdırlar. Nə gözəl ki, əgər hər hansı bir şirkət təqdim edirsə məhsulu, öz istehsalatı olsa daha gözəl olar. Və məhsullar da bir daha da deyirəm, gündəlik tələbata uyğun olan məhsullar olmalıdır ki, daima bu insan bunun üzərində çalışıb etməlidirlər və əslində uğur düsturunun mənim üçün, şəxsən mənim üçün, özüm üçün bir dənə uğurum var. İnsanları sevməlisən və olduğu kimi qəbul etməlisən. Çünki insanlara daima gördükcə onların ən pis, necə deyərlər, pis indi belə çox ümumiləşdirilmiş deyilir. Amma xoşa gəlməyən xüsusiyyətlərini görmək, yəni istər-istəməz sizin əhval-ruhiyyənizə toxunacaq. Yəni illər boyu biz onun üzərində çalışırıq. Misal üçün, mənim təlimlərim də onun üzərində qurulur ki, o çox çətindir, amma mümkündür. İnsana baxdıqca ilk növbədə onun gözəl xüsusiyyətini görəsən, yaxşı xüsusiyyətini görəsən, sənin üçün həyat da artıq sevdiklərindən ibarət olacaq. Təlimlərdə adətən nələr sual?